1405-ci ildə Teymurun ölümündən sonra geniş imperiya daxilində hakimiyyət mübarizəsi başladı. Orta Asiya və İran bölgəsində Teymur oğulları və nəvələri arasında bölgü üstündə müharibələr alovlandı. Azərbaycan bölgəsi bu qarşıdurmaların ən kritik nöqtələrindən biri idi. Bu ərazinin idarəsi Teymurun oğlu Miranşaha verilmişdi. Lakin Miranşahın son illərdə psixi və siyasi zəifliyi bölgədə ciddi boşluq yaratmışdı. Qaraqoyunlu hökmdarı Qara Yusif Teymurun ölümünü böyük fürsət kimi görürdü. O, sürgün illərindən sonra yenidən Azərbaycan torpaqlarını geri almağı planlaşdırırdı. 1406-cı ildə Qaraqoyunluların Teymurilərə qarşı qazandığı Naxçıvan döyüşü qarşıdurmanın ilk həlledici mərhələsi oldu. Lakin Miranşahın xətti hələ də Təbrizi əlində saxlayırdı. Siyasi rəhbər Miranşah olsa da, ordunun real komandanı onun oğlu Əbubəkir Mirzə idi. 1408-ci ildə iki tərəf son dəfə və həlledici şəkildə Sədrud deyilən bölgədə qarşılaşdı. Sədrud Təbrizə açılan qapı olduğundan strateji baxımdan həyati əhəmiyyəti daşıyırdı. Teymurilərin ordusu sayca güclü olsa da, daxili çəkişmələr səbəbilə əvvəlki gücündə deyildi. Qaraqoyunlu ordusu isə birləşmiş, yaxşı hazırlanmış və yüksək motivasiyalı idi. Döyüşün ilk mərhələlərində Teymurilər mövqelərini qorumağa çalışırdı. Qara Yusif hücum taktikalarını dəyişdirərək döyüşü öz xeyrinə çevirməyə başladı. Döyüşün ortasında Teymurilərin xəttində ciddi nizamsızlıq yarandı. Əbubəkir Mirzə ordunu toparlamağa çalışsa da vəziyyət sürətlə nəzarətdən çıxdı. Qaraqoyunlu süvariləri Teymurilərin ordusunun mərkəzinə ağır zərbələr endirdi. Həlledici anlarda Miranşahın dəstəsi mühasirəyə düşdü. Miranşah döyüş meydanında öldürüldü. Bu hadisə Teymurilər üçün ağır mənəvi zərbə idi. Onun ölümü orduda panika yaratdı və sıralar tamamilə dağıldı. Əbubəkir Mirzə vəziyyətin ümidsiz olduğunu görərək geri çəkilmək qərarı aldı. O, döyüş meydanını tərk edərək Təbrizə doğru yollanmağa başladı. Döyüş Qaraqoyunluların tam və qəti qələbəsi ilə nəticələndi. Teymurilər ordusu ağır itkilər verdi və bölgədəki nəzarətini tamamilə itirdi. Qara Yusif Miranşahın ölümünü imperiyanın çöküş rəmzi kimi gördü. Qələbədən sonra Qaraqoyunlu ordusu Təbrizə doğru irəliləməyə başladı. Əbubəkir Mirzə Təbrizi qorumağa gücü çatmayacağını anlayaraq şəhəri tərk etmək məcburiyyətində qaldı. Qara Yusif Təbrizə daxil olaraq şəhəri qansız şəkildə əldə etdi. Təbriz yenidən Qaraqoyunlu dövlətinin paytaxtı elan olundu. Bu qələbə Qaraqoyunlu dövlətinin bölgədə siyasi üstünlüyünü bərpa etməsinə yol açdı. Sədrud döyüşü Teymurilərin Azərbaycan üzərindəki son hakimiyyət cəhdi idi. Qələbə bölgədə uzun müddətli sabitlik və Qaraqoyunlu hegemonluğunu yaratdı. Tarixçilər bu döyüşün Azərbaycanın Teymurilərin əsarətindən qurtuluşu kimi qiymətləndirir. Sədrud qələbəsi Qara Yusifin ən böyük hərbi nailiyyətlərindən biri kimi tarixə düşdü. Döyüş Qaraqoyunlu dövlətinin siyasi nüfuzunu bölgədəki xeyli artırdı. Teymur imperiyası Azərbaycan bölgəsində bir daha bərpa olunmadı. Miranşahın ölümü Teymurilər üçün təkcə ərazi itkisi deyildi, həm də dinamistik bir zərbə idi. Beləliklə Sədrud müharibəsi 1408-ci ildə Qaraqoyunluların tam qələbəsi ilə nəticələnərək regionun siyasi xəritəsini yenidən dəyişdirdi.